Küfəllər hamılıqla İbn Ziyadın bayrağı altında İslami şuarlar səsləndirir. Özləri də Hüseyin İbn Əlini kafir adlandırırlar. Təkcə sən və bu bir ovucu insan qalıb. Özün bilirsən. Sən cavan ikən bir dəfə məni ölümdən qurtarmısan. Mən də əvəzini çıxmaq istəyirəm. Əgər təslim olsan, şərəfimi and içirəm ki, əmirin yanında sənə sahib çıxaraq sənin üçün aman istəyəcəm. Muxtar, izin ver meydana çıxıb onun başını bədəndən ayırım. Bu axmaq bizim şərəfimizi satın almağa gəlib. Bu cəmaatın sözünə qulaq asmaq ağılsızlıqdır. Onlar Müslimə də aman vermədilər. Ağ bayraq qaldırmaqları hiylədir, Muxtar. Əgər sən icazə versən, bu məlunu məhv eləyərəm. Arxaları heç kəs gəlmir. Ömər Sədin qoşununun arxadan gəlmə xəbəri yalandır. Bu köpək kimdir, Əbu İshaq? Heç adını da söyləmədi. Qardaşlar, düşmənin gücünü bilmədən qılınca əl atmaq yanlış addım olar. Mən eşq və ağlımla öz qılıncıma sarıldım. Meydana uduzmaq üçün atılmamışam. Mən məğlubiyyəti deyil, yalnız qələbəni düşünürəm. Qəzəblərinizə hakim olun və sözlərimə yaxşı qulaq asın. Bugün təşəbbüs düşmənin əlindədir. Qələbə bizim tərəfimizdə olanda, dostlar tərəddüd edib döyüşdən çəkinərək onu məkruh adlandırdılar. O qədər əllərini bir-birinin üstünə qoyub gözlədilər ki, nəhayət düşmən öz tərəfdarlarının sayını artıraraq bizdən önə keçdi. Düşmən bizim təslim olmağımızı xoşlamır, döyüşməyimizi istəyirlər. Onların sülhdən danışması və ağ bayraq qaldırması bizdən qorxduqlarına görə deyil. Sadəcə avam insanların ağzını yummaq üçün bəhanə axtarışındadılar. And olsun Allaha. And olsun Allaha ki, mən nə döyüşdən qorxur, nə də düşmən qarşısında az olmağımızdan çəkinirəm. Mənim qorxum ürəklərimizdəki nifrətin ölməsindədir. Əgər düşmən bizi öldürərsə, bizim nifrətimiz də öləcək. Əgər nifrətimiz ölsə, düşmən nədən qorxacaq? Elə isə, nifrətinizi saxlayıb, öz qəbilələrinizə qaydın. Təşəbbüsü düşməndən alacağımız günün intizarında olun. O zaman məğlubiyyət üçün deyil, qələbə üçün döyüşəcəyik. Əbu İshaq, təslim olmaq istəyirsən? Elə isə fədailərinin də başını kəs. Kiyan, İbn Kamil, bizim illərlə qan udduğumuzu unutmayın. Məntiqsiz və qeyri-bərabər bir döyüşdə arzularımızı hisslərimizə qurban verməyi düşünməmişik. Məni övsələdən çıxarırsan, Muxtar. Məşvərətiniz bitmədi? Çox tələsirsən, İbn Hüreyz. Mənim 1000 dənə işim var, Muxtar. Mən sənin kimi bekar deyiləm ki, hey arı yuvasına çöp dürtməklə məşğul olum. Nə oldu? Ölümü seçirsən, yoxsa təslim olursan? Sən məni öldürmək istəyirsən? Mən niyə adımı bədnam eləyirəm ki? Ömər Səd adlı bir Əzrail puskuda dayanıb səni gözləyir. Mən bura yalnız borcumu ödəməyə gəlmişəm. Bu qədər. Dostlarımın da canına zəmanət verirsən? Dostlarınla kimsənin işi yoxdur. Əsas məsələ sənsən. Əgər onları idarə eləyən Muxtar olmasa, bu bədbəxtlər malqaranın dalınca düşəcək.
Deməli Muxtar Səqəfi sizsiz. Haqlıydın İbn Səd. Muxtar çox heybətlidir. Gözlərindən qorxub çəkinməkdə haqlıydın. Bu gözlər tikan və iynələrlə doludur. Mən qorxduğum şeyi məhv eləməyə and içmişəm. And olsun Allah'a. Eğer bin Hüreys'in şefaati olmasaydı seni mütlak öldürerdim. Onun canını sana bağışladım İbn Hüreys. Bu erkek aslandan, öz kölgesinden bile korkan bir çakkal düzelteceğim. Onu zindana atın. İbn Səd, Bəli, əmir. ne kadar ki Hüseyin Küfe'ye taraf gelmektedir, Küfe'de sabitlik olmayacak. Küfe koşununu galebe için Rey'e göndermezden önce Mekke'ye taraf git ve yolu Hüseyin'le taraftarlarının yüzüne bağla. Rey hakimliğini istəyirsense Hüseyin'den beyat al. Bu kişini tanıyırsan? Bəli, cənab. Muxtar Səqəfidir. Ay bərəkallah. İndi qulaq as. Mən şərəfimə and içmişəm ki, nə olursa olsun, bu cəsur insanı qoruyacam. Şah damarımı kəssələr belə, sözümə dönük çıxmaram. Özün nə yeyib içsən, ona da ver. Onu öldürmək üçün kimdən əmr almağından aslı olmayaraq, mən əvəzini səndən çıxacam. Başa düşdün? Başa düşdüm. Sən də Muxtar. Xəbərin olsun ki, indiyədək heç kəs bu qorxunc zindandan sağ çıxa bilməyib. Elə sözündən müğayət ol. Ehtiyat əldən versən, özün öz qatilin olacaqsan. Getdik. Bize kömək elə. Qurtar bizi bu cəhənnəmdən.
Muxtar. Zəncirli şirlərin yanına xoş gəlmisən. Nəhayət Ömər İbn Səd Rey hakimi olmaq xülyası ilə topladığı çoxsaylı qoşunla Məkkə istiqamətinə yollanıb, imam və tərəfdarlarının yolunu kəsdi. Tarixi mənbələrə görə hicrətin 61-ci ilində qanlı Aşura hadisəsi baş verdi və qeyri-bərabər döyüşdə İmam Hüseyin və tərəfdarları qəhrəmancasına şəhid oldular. Ey təriqət və sünnət tərəfdarları, Hüseyin İbn Əli hakimiyyət davası eləyərək qiyam elədi. Xəlifə və qüdrət sahibi olmaq istədi. Ədalət tərəfindən öldürüldü. Əmlakı qarət edildi. Əhl-i beyti əsir edildi. Bu, xəlifəyə qarşı çıxanlara və bidət eləyənlərə bir ibrət dərsi olsun. Allah Taala özü xəlifəni qoruyur.
ve ma esabekum min musibetin febima kesebet eydikum ve ya'fu en kesir. Bu ki benim sözümdür. Allah'ın gönderdiği vehdi. O buyurur ki size üz veren musibetler özünüz tarafından edilen emellere göredir. Bu sehavet ve rahmet denizi olan uca Allah'ın isteğidir. O birçok günahkar bendelerini bağışlayır ve yafen kesir. Bazısını ise bağışlamır. Məsələn, möminlərin əmiri, Yezdə qarşı çıxan həmin xarici Hüseyin İbn Əli kimi, Allah Teala siz möminlərin əli ilə bizi onun şərrindən qorudu və onu möhkəm əzaba düçar elədi. Allah Teala bu yalancı oğlu yalancını ölümlə cəzalandırdı. Yum ağzını ey ibn Mərcanə! Sən mi Hüseynə yalancı və yalancının oğlu deyirsən? And olsun Allaha, yalancı sən və sənin həmin fasik cahil xəlifəndir ki, hakimiyyət gözünüzü kör elədi. Allahın ən əziz, ən sevimli, ən doğru bəndələrindən birini qanına qəltan elədiniz. Peyğəmbər evladının kəsilmiş başına və dodaqlarına çubuqla vurduğun üçün vay olsun sənə, ey pozğun Mərcanənin oğlu. İbn Üreys, Siz bu Allahın qoca ən köpəyi əziz, diri istəyirəm. ən sevimli, ən doğru bəndələrindən birini qanına qəltan elədiniz. Siz Allahın ən pis bəndələrisiz. Mərhum Zeyd ibn Ərqəmdən eşitdim ki, bu məlunun üzərinə çubuqla vurduğu həmin dodaqları Həzrəti Peyğəmbərin özü dəfələrlə öpüb. And olsun Allah'a, elə deyəcəm ki, küfəllər gecə gündüz Əli və övladlarına lənət göndərsinlər. Əsma, Qapını sındırmışdınız ki. Ne olub axı? Niye bu kadar heyecanlısan ata? Əsmacan qızım, hələ də ocaq yanır. Bəli atacan, paltarları yumaq üçün su isidirəm. Əziz balam, ruhumuzdakı çirkləri yumaq lazımdır. Çirkli paltarları unut. Kəfənimi gətir. Qüsul vermək istəyirəm. Ürəyim partlayacaq ata. De görüm ne olub? Əbdülrəhman, sən özün onu başa sal. Vaxt yoxdur. Kiçik bir bağlama hazırla Əsma. Yubanmadan küfəni tərk eləməliyik. Küfəni tərk eləyək, hara gedək? Məkkəyə, Kəbəyə pənah aparmalıyıq. Niyə? O İbn Mərcanənin minbərdə rüsva elədi. İtləri arxamızca gəlir. Nə qədər ki gec deyil tələs. And olsun Allah'a ki, məsciddə dinc oturmayacağını bilirdim. Bu bir neçə gün ərzində Hüseyin üçün gözyaşı quruyana qədər ağlayıb. İlahi, özün dadımıza çat. Əbdülrəhman, sən Əsma ilə get. Mən qalıram. Qalırsan, əskərlər səni tikə-tikə doğrayar. Tikələrində itlərə yem eləyərlər. Mənim nə qaçmağa ayağım, nə də görməyə gözüm var. Mən sizə ancaq mane olaram. Mənim bir ayağım gördadır, Əbdülrəhman. Nə qədər ki qapını sındırmamışıq, qaçın. Tez olun, Əgər qaçın. qapını açmasa zebod vuracağıq. Əbdülrəhman, Açın get. qapını. Əziz balamla müğayət Başlayıram ol. sənə. Bu tayfada rəhim yoxdur. Sənə son dəfə Peyğəmbər xəbərdarlıq edirəm. ailəsinin qadınlarına qarşı nə etdiklərini Aç qapını. eşitməmisiz? Yalnız qılıncımı mənə ver. Qılıncımı! Al qılıncını ata. O qədər inad elədiniz ki, axırda gəlib çıxdılar. Siz damın üstü ilə qaçın. Mən onların qarşısını kəsərəm. Qaç, Əbdülrəhman! Bəs vicdanım necə olsun? Qeyrətim necə olsun?
Əbdülrəhman! Əbdülrəhman! İbn Əffi canlı istəyirəm. Özünü gözlə ata! Haramzadalar! Kızım! Haramzadalar! And olsun Allah'a, eğer kör olmasaydım, ananız matəminizdə ağlayardı. Əsma! Əbdülrəhman! Əsma, gözümün işığı, əgər əsir düşsən dözümsüzlük etmə. Peyğəmbər evladı Zeynəb-i Kübrəni yadına sal və təskinliyi ta. Zeynəbin ürəyinə çəkilən dağın müqabilində sənin müsibətin heç nədir? Ay ay ay. Ay. Heç inana bilmirəm. Balaca bir sızanaq gör necə kələyimi kəsib, rahatlığımı əlimdən alıb. Qılınc yarası olsaydı bu qədər ağrıtmazdı. Ağlın nə kəsir həkim? Budumu incidən bu bəla nədir belə, hə? Az qala məni iflic eləyəcək. Adi halda çox da təhlükəli olmamalıdır. Partlamasına az qalmış çirklə dolu bir çibandır. Narahat olmayın, çirki çıxandan sonra ağrısı da azalacaq. Yar onu, mən ağrıdan xilas elə həkim. 1-2 gündə səbr eləyin, qoyun lap yaxşı yetişsin. Bilirsiniz, hələ su salmayıb. Çox bərkdir. Məlhəm düzəldə bilməzsən həkim. Yox, yaxşıdır bu da əl vurmayaq. Qorxuram ki, məlhəm qoyaram, mayenin bir hissəsi qana qarışar. Onda qanınız da çirklənər. Əgər təbii halda çirkin özü çıxsa, onda qanınız da təmiz və duru olar. Bu çiban deyil. Mən mövhumata inanıram həkim. Bu əmrin ayağına sıçrayan həmin qan damcısıdır. Ağlın çaşıb məqər. Niyə boş-boş danışırsan? Siz mənim boş-boş danışdığımı düşünürsünüz. Amma zənnimcə bu yara dərman və məlhəmlə deyil, dua və ovsunla sağala bilər. Nə barədə danışırsan məqər? Ona fikir vermə həkim. O ağlını itirib. Hər halda məsləhət görürəm ki, 1-2 gün dözəsiz. Əgər çox incitsə, biraz şərab içərsiz, rahat yatarsınız. İcazənizlə cənab hakim. İbn Hüreys yenə nə baş verib? Qurbanın olum. İbn Əffi tutmuşuq. Sarayın odasındadır. İbn Əfif hansı eşşəkdir? Məsciddə söyüş söyən həmin qoca kişi. Evini yandırdıq. Cavan bir qızı da var idi. Xəlifənin əskərlərinə cəsarət edib hücum elədi. Məcbur qalıb öldürdük. Ayağımın ağrısı düzələnə kimi onu zindana atın. Baş üstə əmir. İbn Hüreys, Bəli əmir. əgər zindanda haki salaraq dustaqları qiyama qaldırsa, onu öldürməyin. Dar ağacından asdıqdan sonra mənə xəbər verdiyiniz həmin xurma satan kimi olmasın. Sizin axmaqlığınız nəticəsində əlinin Misəm Təmmar haqqında keçmişdə dedikləri doğru çıxdı. Bu möhümatçı cəmaat indi əlinin möcüzəsinə əvvəlkindən daha çox inanır. Qurban olum. Misəm Təmmar dustaqları qiyama qaldıranda özünüz əmr etmişdiniz ki, dili kəsilsin və xurma ağacından asılsın. Unutmusunuz? Bəli. Göstərişi mən vermişdim. Çünki Hüseynə başım qarışdığından Misəm Təmmarın iddiasını unutmuşdum. Bəs sizə nə olmuşdu? Yadınızda idisə niyə mənə demirdiniz? Yet. Çalış bundan sonra belə qələt eləmə. Baş üstə. Geri, get. Dur burada. Qonağım var Muxtar.
Muxtar. Yaxşı həmsöhbətdir. Tənhalıqdan canın qutarar. Gecədən səhərə qədər əyləşib, bir-birinizlə o ki var dərdləşərsiz. Uğurlar olsun. Yəni tale, bu qədər ibn Əffin üzünə gülüb ki, beni Saqifin aslanının yanına düşüb. Muxtar. Muxtarcan. Hardasan igid? Əbu İshaq? Yatmısan yoxsa oyaqsan? Mənəm qoca İbn Əfif. Siffeyindəki döyüş yoldaşın. Yadındadır, Əli yolunda ölümün özü ilə necə oynayırdıq. Eşitdiyimə görə sənin gözünü yaralayıblar. Mən Əli yolunda, sən oğlu Hüseyn yolunda. Allah hər ikimizdən qəbul eləsin. Gözünün yarası çirk eləyib ki. Səni niyə bura salıblar İbn Əfif? Gəlmişəm şallaq yeməklə dərimi möhkəmlədim ki, bəlkə onda Hüseyn müsibətinə dözə bildim. Gözlərimin kör olması, qulaqlarımın da işitməsinə mane oldu və Əli oğlu Hüseynin görəsən burada mənim imdadıma yetişə bilən bir kimsə varmı fəryadını eşidə bilmədim. Bir gün Hüseynin öldürüldüyünü və Əhl-i Beytinin səsir aparıldığını eşitdim. Onda dedim, ey böyük Allah, qiyamətdə gözümün Peyğəmbərin gözünə sataşmaması üçün, Peyğəmbərin gözlərinə baxmağa xəcalət çəkdiyim üçün, yalvarıram sənə, nə olar, məni məhşərə kör gətir. O zaman bəs niyə? Kör olandan sonra Kərbəlaya gedə bilmədim. Yenə özümüzə ağ olursan, nədir? Bəs eləmədi, al alçaq. Al payına. Al. Al. Al payına. İlahi, sənin behiştini istəmirəm. Ancaq mənə o qədər imkan ver ki, yenidən əlim qılıncın qundağına toxunsun. Sonra istəsən məni cəhənnəmə apararsan. Apararsan. Tanımadım səni qız. Yaman soluxmusan. Nə baş verib? Gönüm qalın olduğu üçün ölməmişəm. Allah eləməsin. Burada niyə dayanmısan? Gəl içəri. Yox cariyə. Mən getməliyəm. Hara gedirsən? Gəl biraz nəfəsini dər. Bir şey ye. Qohum olduğumuzu kəsdiyimiz duz çörək xətrinə yardımınızı məndən əsirgəməyin cariyə. Muxtarın gözünün yarası irinləyib. Belə getsə kör olacaq. Gəlmişəm ki, Ömər Muxtara məlhəm aparmaq üçün validən icazə istəsin. Səndən nə gizlədim bacıcan? Ömər Kərbəladan qayıdandan sonra üzünə qapıları bağlayıb. Özünü otağa həbs eləyib. Dəlilər kimi hərəkət eləyir. Nə yatır, nə də yemək yeyir. Kimdi cariye? Ne için gelip? Hüseyin'i ben öldürmemişim. Ben Kerbela'da hiç eləməmişəm. Hamısı Şimir İbn Zilgövkənin içidir.
Mən heç nə eləmədim. Heç nə eləmədim. Ümrə! Hara gedirsən Ümrə? Sənə and verirəm Allaha getmə Ümrə! Ümrə, Ömər səni mütləq eşidər. Sən qal ondan danış. Bəlkə bu bəladan qurtuldu. O Kərbəlada olsa da, inan ki, kimsəni öldürməyib. Mən də Ömərin Kərbəlada heç nə eləmədiyini eşitmişdim. Elə buna görə də Muxtarın yarası üçün məlhəm xahişinə gəlməyə özümü razı sala bildim. İndi onu bu vəziyyətdə gördükdə başa düşdüm ki, İbn Ziyad və İbn Zilcövşən kimi onun da Hüseynin qətlində əli vardır. Hüseynin ölüm hökmünü verən İbn Ziyadın özü də Kərbəlada olmayıb. Bu dəliliklər Kərbəlada tökülən qanların nəticəsidir. Allah haqqına haqqı qurban verməz. Peyğəmbər övladının qatilindən kömək istəməkdənsə Muxtarın kör olması daha yaxşıdır. Arxancı qaradaş. İmam haqqında danışırdılar ki, Aşura günü höccəti tamamlasın deyə üzünü küfəllərə tutub buyurdu. Əgər dininiz yoxdursa, heç olmasa azadə insan olun. Mən sizin dəvətinizlə Küfəyə yola düşdüm. Sizdən gələn çoxlu məktublar dediklərimə şahiddir. Üzümə yolları bağlayan sizlərdən çoxlarının adı məktublarda yazılıbdır. Əgər sizlər dəvətinizdən peşman olubsuzsa, olun, onda yoldan çəkilin, İraqa deyil, başqa yerə gedərəm. Küfəlilər bundan artıq danışmasına imkan vermədilər. Ona ox atdılar. Ona ox atdılar. Ah Misam, sağ olsaydın Allah'ından sözünə əməl etməsini istəyərdin. Misəm Təmmar? Misam Təmmar mənə bir vədə verib. And olsun Allaha, Misəm Təmmar doğru danışan şəxsidir. O illərlə əlinin ona asılacağını söylədiyi xurma ağacını suvarıb bəsləmişdi. Deyildiyi kimi doldu Muxtar. Misəmi həmin ağacdan asdılar. Misəmin dar ağacından asılan anına qədər mən buna inanmamışdım. Misəmin xəyallara qapıldığını zənn edirdim. Misəm sənə nə söyləmişdi? İbn Mərcanəni öldürəcəyimi və ayağımla üzünə vuracağımı söyləmişdi. Deməli öldürəcəksən. Üzünə də ayaqla vuracaqsan. Şəkk etmə. Misəm ibn Təmmar Əlidən çox sirlər öyrənmişdi. Bir gecə məsciddə Misəm ilə namaz qıldıq. O zaman Misəmin çox qəribə halı var idi. Olduqca qəribə. Necəsən, mehriban dostum? Eşitdiyimə görə Cənab Əli yaralı gözlərini əl sürtəndən sonra qulaqlarını da görməyə başlayıb. Gör neçə illərdir səni görmürəm. Məni tanımadın, qardaş.
Sənsən misəm. Misəm. Küfədə qum dənələri qədər misəm var. Hansı misəm? Sən misəmtən varsan. Xurma ağacı necədir? Salam duası var. Nə edirsən misəm? Əlinin əllərinin yeridir. Dostumun dodaq yerlərini öpdüm. İstəsən necə öləcəyin haqda sənə xəbər verə bilərəm. Bəsdi belə danışdın misəm. Elə bu cür sözlər danışdığın üçün cəmaət səni yalançı adlandırır. Sənə dəli deyirlər. Etmə qardaş. Eşq sirlərini faş etmə. Özümdən asılı deyil. Əliyyə olan eşqim məni məcnun eləyib qardaş. Mövlamız Əliyə olan eşqidən ot tutub yanıb külə dönürəm, İbn Əfif. Cəmaət səni dəli hesab etməyincə imanın kamil olmaz. Dediyim bu hədis Peyğəmbərin hədisidir. Eşq hədisidir, İbn Əfif, eşq hədisi. Mən Əlinin əlləri toxunduqdan sonra dünyanı görməliydim. Bəs niyə görə bilmədim? Niyə əli eşqini aparan yolun əlamətlərini itirmişəm? Niyə? Misəm qulağına həmin əlamətləri pıçıldamaq istəyirdi, ay İbn Əfif. Sən biçarə isə eşitməyə hazır deyildin. Kül olsun başına, ey İbn Əfif. Kül sənin başına, İbn Əfif. Sakit ol İbn Əfif. Sakit ol. Təkcə sən eşq aləminin yolunu itirməmsən ki. Mənim gözüm ola-ola itirdim. Mən də misəmə o məzlum xurma ağacından asılmayana dək inanmamışdım. Müslümin ölüm xəbərini eşitdikdə Küfə zindanına elə bir çaxnaşma saldı ki, İbn Ziyadın onu öldürməkdən başqa çarəsi qalmadı. Bu cəhənnəmə təhkim edilənlərin nəyindən qorxursunuz? Sizi öldürmələrindən qorxursunuz? Nə böyük xoşbəxtlik! Cəhənnəmin bu zillət və rüsvayçılığından azad olub, Allaha doğru getmiş olarsınız. Ey müsəlmanlar, Allah yolunda öldürülmək hər kəsə qismət olmayan bir xoşbəxtlikdir. Bu xüsusi bəndələrə aiddir. Allahın sevimli bəndələrinin arzusudur. Allah Taala hədisi qüdsüdə Peyğəmbərimiz Həzrəti Mühəmmədə buyurub, hər kəs məni sevsə, onu öldürərlər və hər kimi öldürərlərsə, özüm onun üçün qan bahası olaram. Allah yolunda öldürülənin savabı Allaha qovuşmaqdır. Müslim İbni Əqil öldürüldü. Necə də bəxtəvər insan idi. Allahın görüşünə tələsdi. Özünü Allaha yetirdi. Biz bədbəxtlər isə ruzgardan ibrət ala bilməyib hələ də sağıq. Bu cəhənnəmdə yaşamağa dözürük. Həşəratlarla yaşayırıq, qaranlıq və nəm zindanda ömür sürürük. Yerimizdə sayırıq, cənnəti məvaya tərəf, əbədi behişdə yola düşmürük. Sizinlə ilahi ərş arasında maniyə yaradan bu darvazanı qırın, sındırın. And olsun Allaha, sizin həyatınız sizin ölümünüzdədir. İmdada yetən varmı? 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 İmdada
Qılıfınla işin olmasın. Dustaqlar Misəmin rəhbərliyi ilə qiyam eləyirlər. Azad olmaq vaxtıdır Muxtar. Bu qiyamda azadlıq yoxdur. Bu intihardır.